Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə Rasulina Muhammed və alə alihi və sahbihi əcmain. Əmmə ba'd. Bugünkü mövzumuz inşallah xəstə, dedik ki, xəstəliklərdən danışdıq ki, onların növlərindən. Və deməli, mövzumuz davam edir. Buyurur ki, əgər xəstə nəfsinə güc gəlib tutarsa, məsələn, bir insana asanlıq verilməsinə, şəriətin, Allah və Rasulunun asanlıq verilməsinə baxmayaraq, o öz nəfsinə deməli, güc gəlib o orucu tutarsa, yəni şübhəsiz ki, alimlər deyir ki, nədir? O insanın əcri var, əcr qazanır. Və bu barədə 4 məzhəb ittifaq edib və alimlərdən bəziləri icma nəql edir. Məsələn, bu nəyə bənzəyir? Deyək ki, xəstə insan cümə namazında iştirak etməsi onun üçün üzürlüdür. Lakin iştirak edə bilirsə, istəyirsə, əcr qazanır. Və həmçinin İbn Qudamə rahimehullah deyir bunu özünün Muğni əsərində. Və ayaq üstə qılmağa üzürlü olan xəstələr. Əgər istəyirsə, özünü məcbur edirsə buna, heç bir bəs yoxdur inşallah. Yəni, onun həm orucu və yaxud da ki, yəni, xəstə insan öz nəfsinə güc gəlib oruç tutmaq istəyirsə, bir şərtlə ki, yəni onun sağlamlığına təsir etməyəcək. Bəli. Və həmçinin xəstə deyək ki, iftar etdiyi halda günorta sağalarsa nə etməlidir? Növbəti mövzumuz. Yəni xəstə insan deyək ki, yəni insan xəstələnib və elə bir xəstəlikdir ki, o xəstəlikdən dolayı onun üçün üzrü var. Və o insan günorta, yəni Ramazan əsnasında sağalarsa nə etməlidir? Və alimlər iki qovul üzərinə ixtilaf ediblər. Onlardan birincisi odur ki, günün digər yarısını yemək və içməkdən uzaq durmağı vacib deyil. Yəni günorta sağaldısa, onun üçün günün qalan yarısında yeyib içə bilər. Yəni vacib deyil ki, o insan neynəsin? Günün qalan yarısını yemək içməkdən uzaq dursun. Və bu görüşü İmam Məlik və həmçinin İmam Şafi və Əhməd və müasir alimlərdən İbn Hüseymin rahimehullah qeyd ediblər. Və İbn Hüseymin rahimehullah buyurur ki, çünki buna heç bir dəlil yoxdur. Yəni insan sahurda məsələn günün əvvəlində xəstədir. Yəni günün əvvəlində qəsdim olur ki, gecə xəstələnib. Və yaxud da ondan bir gün qabaq xəstələnib, fərqi yoxdur. Və bu xəstəlik onu orucdan üzür qazandıran xəstəliklərdəndir. Diqqətli olaq, o insanın xəstəliyi üzür qazandıran xəstəliklərdəndir ki, o insan oruç tutmaya bilər. Və gəldi günün yarısına, zöhr namazında insan Allah təala şəfa verdi, sağaldı. Və bu məsələ ondan gedir ki, o insan günün yarısından sonra artıq sağaldı. Oruc artıq yoxdur, qəza etməlidir, o sözsüzdür. Yaxşı, bu günün yarısından sonrasını yeyib içə bilər, yoxsa yeyib içməkdən özünü saxlamalıdır. Və dedik ki, birinci qrup alimlər deyirlər ki, vacib deyil saxlasın, yemək içməkdən uzaq dursun. Və bunu da İmam Məlik, Şafi və Əhməd və müasirlərdən İbn Hüseym rahimehullah qeyd ediblər və İbn Hüseym rahimehullah deyir ki, nədir? Çünki buna heç bir dəlil yoxdur ki, insan sağalandan sonra yəni yemək içməkdən uzaq durmalıdır, günün yarısında yəni. Və həmçinin buyurur ki, bunda bir fayda da yoxdur. Onsuz da tutmadığı orucu qəza edəcək. Və ikinci qism alimlər də deyirlər ki, o günün yarısından sonrasını xəstəlikdən azad oldusa, şəfa tapdısa, günün yarısını yemək içməkdən uzaq durmalıdır. Və bunu da Əbu Hənifə, Əhməd və Şafilərdən yəni bir qism alimlər bu görüşlərin üzərində olublar. Və İbn Qudamə rahimehullah deyir ki, Əbu Hənifə, Sufyan əs-Səvri, Əvza'i və s. alimlər bu görüşdədirlər. Və özünün Muğni əsərində bu görüşü zikr edir. Və həmçinin Kəsəni rahimehullah deyir ki, çünki xəstəlik getdisə, o artıq vacib əhli olur. Yəni necə ki, sağlam adama oruç tutmaq vacibdirsə, artıq o həmən insanlar sırasındadır. Ona görə də günün digər yarısını etməlidir? Yəni yemək içməkdən kənar durmalıdır, yemək içməkdən uzaq olmalıdır. Və doğrusunu Allah bilir, əgər o insanın günün yarısından çoxu yemək içməyi tərk etməsi, yəni günün yarısından o tərəfəsi artıq sağaldı. Onun yeməyi içməyi tərk etməsi sağlamlığına zərər vuracaqsa, yenidən o xəstəliyi qaytara bilərsə, yemək içməyi daha yaxşıdır. Vacib deyil, yemək içməyi tərk etsin. Lakin ədəb babından, əgər yox, xəstəliyinə heç bir artıq bir ziyan yoxdursa, əngəl yoxdursa, o zaman yeyib içməkdən uzaq durmağı daha əfsəldir. Doğrusunu Allah bilir. Növbəti məsələ. Müsafirin orucu. Bizdir ki, muqim olan hər bir kəsə oruçmaq vacibdir. Lakin müsafir barəsində elm əhli buyurur ki, Quran, sünnə və icma. Diqqətli olaq, dərsin sonunda inşallah yenidən qayıdıb soruşacaq bu məsələləri.
Elm əhli buyurur ki, Quran, sünnə və icma dəlalət edir ki, müsafirin iftar etməsi icazəlidir. Müsafirin iftar etməsi icazəlidir. Və Allah Subhanahu wa Taala'nın bu ayəsinə əsasən فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ. Sizdən kim xəstə və ya səfərdə olsa, tutmadığı günlərin əvəzində oruç tutsun. Və Abu Davudun və Tirmizinin Ənəs bin Malik Əl-Kə'bi radiyallahu anhudan rəvayət etdiyi hədis var ki, buyurur ki, mən Rasulullahın sallallahu aleyhi və səlləmin yanına gəldim ki, məndən götürülmüş dəvələrin haqqında soruşum. Məndən götürülmüş dəvələrim haqqında soruşum. Və mən gəldikdə Allah Nəbisi sallallahu aleyhi və səlləm yemək yerdi və məni dəvət etdi. Və mən Allah Rasuluna buyurdum ki, mən orucam. Və bunun üzərinə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ənəs bin Məlikə dedi ki, Allah musafirdən orucu və namazın yarısını götürmüşdür. Musafirdən orucu və namazın yarısını götürmüşdür. Yəni bu o deməkdir ki, müsafirin iftar etməsi icazəlidir və həmçinin namazını qızartması da. Yəni namaz yarısı götürmüş deyəndə nə qəsd olunur? Yəni səfərdəykən namazlar azalır. Bəli. Və bunu bildik ki, yəni bəzi insanlar gətirirlər ki, əgər müsafir səfərdə məşəqqət olarsa, orucu tutmaya bilər. Lakin məsələ bu cür deyil, barakallahu fikum. Yəni gəlin görək, müsafir, yəni səfərdə olan insanın o orucu iftar etməsi icazəlidir deyəndə, bu məşəqqətə bağlı bir icazədirmi, rüxsətdirmi, yoxsa məşəqqətlə əlaqəsi yoxdur, yəni çətinliklə əlaqəsi yoxdur. Alimlər elm əhli buyurur ki, bir insan əgər məşəqqəti yoxdursa, yəni o getdiyi səfərdə heç bir çətinliyi yoxdursa, seçim qarşısındadır. İstəsə tutar, istəsə tərk edər. İstəsə tutar, istəsə tərk edər. Və elm əhli hansının daha əfzəl olduğu barəsində isə ixtilaf ediblər. Yəni biz bildik ki, müsafirə, səfərdə olana iftar etmək icazəlidir. Lakin əgər məşəqqət yoxdursa səfərdə, çətinlik yoxdursa, sənə oruç tutmaq daha əfzəldir, yoxsa iftar etmək daha əfzəldir? Alimlər bu şey barəsində ixtilaf ediblər. Cümhur alimlərin görüşünə görə oruç tutmağı daha əfzəldir məşəqqət yoxdursa. Hansı ki, Əbu Hanifə, Malik və Şafi' və İbn Hüseyn rahimehullah bu görüşdədirlər. Bəqərə surəsinin 184-cü ayəsində buyurur ki, Allah Subhanahu va Taala və en tasumu xayrun lekum in kuntum ta'lamun. Sizin üçün oruç tutmaq daha xeyirlidir in kuntum ta'lamun. Yəni bilsəydiniz. Və bu ayəyə əsasən deyirlər ki, müsafir insanın Allah Taala rüxsət versə də əgər məşəqqət yoxdursa, oruç tutması onun üçün nədir? Daha əfzəldir. Və həmçinin Buxari Müslimin Əbu Dərdə radiyallahu anhudan rəvayət etdiyi bir hədisə istinad ediblər. Buyurur ki, Əbu Dərdə radiyallahu anhu, Allah Resulü sallallahu aleyhi və səlləmlə birlikdə səfərə çıxdıq. Həmin səfər vaxtı da çox şiddətli isti var idi. Hətta insanlar o istidən qorunmaq üçün əllərini başlarına qoyurdular. Yəni ki, günəş başlarına təsir etməsin. Və buyurur ki, bizdən heç kim oruc deyildi. Ancaq Allah Resulü və İbn Rəvahədən başqa. İbn Rəvahə və Allah Resulü sallallahu aleyhi və səlləmdən başqa bizdən heç kim oruc deyildi. Və bu da İbn Həcər rahimehullah Buxarinin şərhi olan Fəthül Bəri əsərində buyurur ki, bu hədis dəlildir ki, kimin gücü çatırsa oruç tutmasında heç bir kərahət yoxdur. Və Allah Resulünün sallallahu aleyhi və səlləmin feili ən fəzilətli olandır, deyir elm əhli. Yəni bu hədis onu göstərir ki, yəni insan hətta məşəqqət olsa belə oruç tutsa qınanmır, kərahət yoxdur bu şeydə. Aydındır? Lakin səfərdə olanda seçim qarşısındasan. İstəsən tuta bilərsən və yaxud da iftar edə bilərsən. Və bu hədisi zikr edən alimlər buyurur ki, necə ki İbn Həcər rahimehullah kimi, yəni oruç tutmaq daha əfzəldir. İkinci qism alimlər deyirlər ki, iftar etmək fəzilətlidir. Əgər səfərdəsənsə, heç bir məşəqqət yoxdursa, o zaman yenə də məşəqqət olmadı, iftar etməyə daha fəzilətlidir. Və bu görüşü İmam Əhməd və Şeyxülislam İbn Teymiyyə və müasirlərdən İbn Bəz rahimehullah bu görüşü nəql ediblər, tərcih ediblər və həmçinin İbn Abdülbər rahimehullah deyir ki, sahabələrdən İbn Ömər, İbn Abbasdan nəql olunur ki, iftar etmək daha əfzəldir. İftar etmək daha əfzəldir. Və həmçinin Səid ibn Musayyibdən, Şə'bidən, Muhammed bin Abdüləziz, Mücahid, Qatadə, Əvza'i
İmam Əhməd bin Həmbəl rahimehumullah və həmçinin İshaq ibn Rahawayh. İshaq ibn Rahawayh. Allah hamısına rəhmət etsin. Və bu alimlər o görüşü tərcih etmişlər ki, səfərdəykən iftar etmək daha əfzəldir, hətta məşəqqət olmasa belə. Və Allah subhanahu və teala'nın bu ayəsinə istinad ediblər. Yuridullahu bikumul yusra və la yuridu bikumul usr. Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir. Və həmçinin Buxari Müslimin rəvayət etdiyi Cabir bin Abdullahdan radiyallahu anhudan rəvayət etdiyi bir hədisə istinad ediblər. Buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm bir səfərdə idi. Yolda bir izdiham görür Peyğəmbər sallallahu aleyhi və səlləm və üzərinə kölgə salınmış bir adamı görür. Yəni görür ki, yəni bir toplum yığılıbdır, bir nəfərin üzərinə kölgə salıblar ki, ona günəş təsir etməsin. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm gəlir, yaxınlaşır, buyurur ki, nə baş verir deyə soruşduqda ona deyirlər ki, bu insan oruçludur ya Rasulullah. Yəni bu onu göstərir ki, o insana oruç tutması təsir edib səfərdə olduğu müddətdə. Haldan düşüb. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, leysə minəl birri əs-savmu fis-səfər. Yəni səfərdə oruç tutmaq yaxşılıqdan deyil. Səfərdə oruç tutmaq yaxşılıqdan deyil. Və hədisi Buxari Müslim rəvayət edir Cabir ibn Abdullahdan. Və Allah Teala ələm, yəni iki görüş var. Oruç tutmaq daha xeyirlidir bir görüş və bir qism alimlər isə deyirlər ki, iftar etmək daha fəzilətlidir. Yenə də bu insanın özünə qayıdır, qardaşlar. Yəni burada racih olan görüşü zikr etməyəcək. Yəni sadəcə demək istəyir ki, kimin gücü çatırsa tuta bilər. Və ikisi də ibadətdir. Tərk etsən də Allah üçün, Allahın asanlığından istifadə etmiş olursan və oruç tutsan da ibadət sayılır. Yəni oruc ibadət. Yəni fəzilətli ibadətlərdən biridir. Bəli. Səfərdə oruclu çətinlik çəkərsə, məsələn səfərdə olan bir insan deməli oruc tutub, deyək ki, və çətinlik çəkir. Və alimlər elm əhli ittifaqla deyiblər ki, iftar etməsi onun üçün daha əfzəldir. İftar etməsi daha əfzəldir. Və İbn Hüseyn rahimehullah buyurur ki, rüxsət olduğu halda, yəni rüxsət burada nə deməkdir? Allah asanlaşdırdığı halda, izin verdiyi halda, məşəqqətə qatlanmaq Allahın asanlığından üz çevirməkdir. Yəni bir insan deyək ki, səfərdədir və elə bir şiddətli hal baş verir ki, orucdur və deyir, özünə zülm edir. Deyir ki, yox, mən açmaq istəmirəm, orucam. Subhanallah, Allah sənə bu asanlığı veribsə, niyə istifadə etməyəsən ki? Və hansı ki, gəlir ki, hədislərdə Allah Teala qulunu sevir. Hansı qulunu? Hansı ki, şəriətdə onun üçün asanlaşdırdığı bir şeydən o asanlıqdan istifadə edən qulunu sevir. Ona görə də asanlaşdırmaq lazımdır. Çünki əslən yuridullahu bikumul yusra və la yuridu bikumul usr. Allah sizin üçün nə istəyir? Asanlıq istəyir, çətinlik istəmir. Bəli. Və növbəti məsələ, əgər 4 gündən çox səfərə niyyət edərsə bir insan, iftar edirmi, yoxsa yox? Və alimlər buyurur ki, İmam Məlik rahimehullah və həmçinin Məliklərdən İbn Abdülbər rahimehullah özünün Əl-Kafi əsərində, həmçinin Şafilərdən İmam Nəvavi özünün məcmusunda və Ravdatut Talibində və İmam Əhməd rahimehullah qeyd edirlər ki, əgər səfər 4 gündən çox çəkərsə, insan iftar etməməlidir. Artıq o səfər yox, muqim sayılır. Və həmçinin İmam Tabari rahimehullah. Və dəlil də Ala bin Hədrami rahimehullahın radiyallahu anhunun Allah Resulü sallallahu aleyhi və səlləmdən zikr etdiyi hədisdir. Ala bin Hədrami radiyallahu anh. Buxari Müslimin rəvayət etdiyi hədisdə gəlir. Buyurur ki, yuqimul muhaciru bi Məkkətə ba'də qadai nusukihi 3. İndi burada məsələni inşallah əlaqələndirəcəyik, diqqətli olun. Baxın, Allah Resulü sallallahu aleyhi və səlləmin ilkin mərhələdə sözünü başa düşməmiş ola bilərik. Lakin məsələnin gedişətini inşallah izlədikcə məsələ aydın olacaq. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm mühacirlərə öz həclərini və yaxud da ümrələrini yerinə yetirdikdən sonra 3 gün icazə verdi ki, onlar Məkkədə qala bilər. Yaxşı, biri deyə bilər ki, bu məsələ nə adiyyatı var ki? Məsələn, adiyyatını İmran rahimehullah özünün Əl-Bəyan əsərində qeyd edir. Baxaq indi məsələnin bəyanına. Yəni, Allah Resulü mühacirlərə Məkkədə qalmağa, 3 gündən artıq qalmağa icazə vermədi. Yəni, öz həc və ümrələrini yerinə yetirdikdən sonra. İmran rahimehullah deyir ki, mühacirlərə,
Yəni mühacirlər kimlərdir? Məkkənin fəthindən əvvəl Peyğəmbər sallallahu əleyhi və səlləmlə bərabər Mədinəyə hicrət edən sahabelərdir. Mühacirlərə Məkkənin fəthindən əvvəl Məkkədə məskunlaşmaq haram edilmişdi. Məkkə İslam diyarı olduqdan sonra isə müsəlmanlar hicrətlərinin savabını qorumaq üçün Məkkədə qalmaqdan çəkinirdilər. Yəni mühacirlər elə ki hicrət elədilər, o adı qazandılar. Yəni deyirdilər ki, o mühacir adları onların üzərində qalsın. Savab və əcr olaraq üzərində qalsın. Və ondan bunun səbəbi ilə Məkkəyə yenidən qayıdıb orada qalmaq istəmirdilər. Aydın oldu bura kimi inşallah. Və ora yalnız həcc və ümrə ziyarəti üçün gedirdilər. Həcc və ümrə ziyarəti üçün gedirdilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onlara ancaq 3 gün orada qalmasına icazə verməsi, yəni əgər deyir ki, siz burada məskunlaşmağa gəlmirsinizsə, həcc və ümrə ziyarətinə gəlirsinizsə, siz burada 3 gündən artıq qalmayın. Niyə görə? Bu dəlalət edir ki, 3 gündən artıq əgər səfərdə, yəni 3 gündən artıq qaldınsa, artıq orada muqim hökmündəsən. 3 gündən artıq qaldınsa, muqim hökmündəsən. Və İmran rahimehullah özünün bəyan əsərində bu hədisi bu cür açıqlayır ki, yəni əgər sən səfərdə 3 gündən artıq keçirdinsə, bir yerə getmisənsə, artıq sən orada nə etmirsən? Orucu tərk etmirsən, oruç tutursan. Bəli. Və bunun şübhəsiz ki, təfsilatları, ixtilafları var. Lakin alə kulli hal, yəni çalışmaq lazımdır ki, bir yerə səfər etdikdə 3 gündən, 4 gündən artıq orada qalacağınıza əminsinizsə, o zaman nə edin? Yəni oruclarınızı tutmaq sizin üçün daha xeyirlidir. Bəli, növbəti məsələ səfəri daimi oxşayan olan şəxslər. Yəni onlar daimi səfər etmirlər də, daimi səfər edənlərə oxşuyurlar. Məsələni izah edəcək inşallah aydın olacaq. Məsələn, təyyarədə ekipaj üzvləri olsun və yaxud da təyyarənin sürücüsü, kapitanı olsun, qatarlarda gedənlər olsun, qatar işçiləri olsun və yaxud da yük maşını sürənlər, yük maşını bir yerdən digər yerə yük aparanlar və yaxud da onlara bənzər şeylər. Məsəl üçün ola bilər ki, İbn Teymiyyə rahimehullah necə ki buyurur ki, yəni insan dövlətlər arası məsələn poçtalyon kimi məsələn nə isə aparıb gətirə bilər və bu hallarda bu insanların orucları necə olur? Bunlar səfər hökmü daşıyırlarmı, yoxsa bunların başqa bir hökmləri mi var? İbn Teymiyyə rahimehullah deyir ki, bu halda onlara orucu açmaq icazəlidir. Baxın, diqqətli olaq. Məsələləri inşallah bundan sonra izah edəcəm. İbn Teymiyyə rahimehullahın sözündən sonra. İbn Teymiyyə rahimehullah deyir ki, bu tip insanlar təyyarədə ölkədən ölkəyə gedib gələnlər, yəni qatarda gedib gələnlər, qatar şoferləri, yəni sürücüləri və yük maşının sürücüləri ki, bir yerdən digər yerə yük aparırlar və buna oxşayan şəxslər. Bu halda onlara orucu açmaq icazəlidir. Hətta həmişə maşınla səfər etsələr belə. Çünki nə qədər ki, onun sığınıb qaldığı bir yeri və qayıtdığı bir əhli var, o bu yerdən və həmin ailədən ayrıldığın vaxtı qədər səfər sayılır. Yəni, bu nə demək istəyir İbn Teymiyyə rahimehullah? Sənin Azərbaycanda, Bakıda bir yerin var. Və Şeyx rahimehullah Allah təala bu ayəsini gətirir ki, "Fəmən kənə minkum məridan əv alə səfərin fəiddətun min əyyəmin uxar." Deməli, bir insanın daimi evi var və ailəsi var. Deyək ki, insan Bakıda yaşayır. Və Bakıda evi var, ailəsi oradadır. Və bu insan hər dəfə Bakıdan Gəncəyə və yaxud da Mingəçevirə yük aparır. Və bilirik ki, Bakıdan Mingəçevirə olan məsafə də və yaxud da Gəncəyə olan məsafə səfər məsafəsidir. Və bu insan ailəsi varsa Bakıda, evi varsa, o insan nə qədər səfər edirsə etsin, o etdiyi səfər, yəni evinə qayıdacağını bilirsə, ailəsinə qayıdacağını bilirsə, o insan nədir? Səfərdə sayılır. O insan səfərdə sayılır. Yəni buradakı ibrət, əsas meyar səfərin çoxluğu yox, evin olub olmamasıdır. Sənin əgər evin varsa, ailən varsa və ailənə qayıdacaqsansa, çıxdınsa səfərdə sayılarsan. Hətta hər gün və yaxud da ki, hər həftə daimi maşınla səfər etsən belə orucunu aça bilərsən. Yəni Allah Subhanahu va Taala şərt qoymayıb. Allah Taala buyurur ki, "Fəmən kənə minkum məridan əv alə səfərin." Səfərdə olduğunuz müddətdə. Və burada Allah Taala şərt qoymayıb ki, yəni bir gün və yaxud da 2 gün və yaxud da müəyyən bir hədd qoymayıb Allah Taala. Ona görə məsələ ümumidir.
Və bir insana biz deyə bilmərik ki, bu adam çox səfər edir. Məsəl üçün bir ayda 10 dəfə səfər edirsə, buna biz deyə bilmərik, qoy bu oruç tutsun. Artıq bu 10 dəfə səfər eləyir və yaxud da 10 dəfə yük daşıyır bir yerdən bir yerə. Aydındır? Allah Teala buna hədd qoymuyorsa biz də qoya bilmərik. Və bu evdən çıxıb ailəsinə qayıdır. Hər dəfə evdən çıxıb ailəsinə qayıdıb çıxdığı müddətdə nədir? Səfərdə sayılır və ona da icazəlidir ki, neynəsin? Orucunu açsın. Və nə vaxt orucunu açmır, qardaşlar? Yəni bir insana nə vaxt orucunu açmaq icazəli deyil? O insanın ki, evi yoxdur. Ailəsi yanındadır və yaxud da ailəsi olmaya bilər. Yəni müəyyən insanın qayıdacağı bir evi yoxdur. Və o insanın bütün həyatı yollarda keçir. Və yaxud da ki, onun bir miniyi var. O insan elə olur ki, aylarla yol gedir. Tır şoförüdür və yaxud da ki, o yük maşınlarının şoförüdür. O insanın evi o maşının içidir. Və həyatı bu cür keçir. Və bunun ailəsinə qayıtmağı yaxın illərdə mümkün deyil. Var elə insanlar ki, xarici ölkələrdə işləyirlər. Hə? Bu insanlara orucunu açmaq icazəli deyil, qardaşlar. Yəni bu insan nə edir? Orucunu tutur. Yəni bu ona aiddir ki, sən məsəl üçün müəyyən bir müddət harasa səfərə çıxdınsa, yenə də qayıdıb evinə qayıdırsan. Yenə də evinə qayıdırsan, əhlinə qayıdırsan və sənin məqsədin o bu şeyi, yəni bütün həyatını yolda keçirtmək deyil. Bu işdə keçirtmək deyil. Və bu zaman nə edirsən? Səfərdəsən və orucunu aça bilərsən. Lakin evin yoxdur, ailən yanındadır və yaxud da ailən yoxdur ümumiyyətlə və bütün həyatın insanın yolda keçirsə, o insana oruç tutmaq vacibdir və orucun fərzliyi üzərindən düşmür. Bəli. Və sonra buyurur ki, müsafirin oruç tutmadığı günlərin qəzası da, yəni məlum məsələdir ki, nə qədər qəza edibsə, o qədər də qaytarır. Və buna da Quran, sünnə, icma dəlalət eləyir. Və səfərdə ikən Ramazan ayı daxil olan müsafirin orucunu açması. Məsəl üçün bir insan səfərdədir və Ramazan ayı daxil olur. Və o insan orucu tutmaya bilər. Yəni səfərdə hökmündədirsə, dediyimiz şərtlərlə, bundan qabaq sadaladığımız şərtlərlə əgər səfərdədirsə və səfərdə ikən Ramazan daxil oldusa, məsələn çıxmısan sən Azərbaycan hududundan kənarda və yaxud da ki, Azərbaycanda o rayonlar ki, o şəhərlər ki, səfər məsafəsidir, getmisən və eşitdin ki, Ramazan ayı artıq daxil oldu və sən iftar edə bilərsən, yəni oruç tutmaya bilərsən. Hansı ki, bu barədə alimlər icma ediblər. Bəli. Və həmçinin gündüz vaxtı səfər etsə, məsələn, insan səhər oruç tutub, öz yaşadığı yerdədir və gündüz vaxtı, Ramazanın gündüz vaxtı səfər etmək niyyətinə düşdü və sən səfərə çıxdınsa iftar edə bilərsən. Səfərə çıxdınsa iftar edə bilərsən. Olduğun yerdə yox. Çıxandan sonra artıq öz seçimi edə bilərsən. Ya oruç tuta bilərsən, yəni davam edə bilərsən və yaxud da ki, səfərdə ikən orucunu aça bilərsən. Bəli, bunu da İmam Əhməd və Şafilərdən Muzəni rahimehullah və həmçinin İmam Nəvavi özünün məcmusunda zikr edib və İbn Munzir və İbn Useymin rahimehullah. Və dəlil də və men kana minkum maridan aw ala safarin fa iddetun min ayyamin ukhra. Kim səfərdə və yaxud da xəstə olarsa, tutmadığı günlərin əvəzində başqa günlərdə tutsun. Gündüz vaxtı səfərdən qayıdan birisi. Yəni səfərə gedəndə başa düşdük ki, sən öz qaldığın yerdə orucunu tutursan və səfərə çıxdınsa artıq orucunu seçim qarşısına aça bilərsən və yaxud da tamamlaya bilərsən. Və biri də var səfərdən qayıdan insanın gündüz vaxtı qayıtması. Yəni bilir ki, səfərdən əgər iftar etmiş halda qayıdırsansa, məsələn bir insan deyək ki, Pərvin qardaş Mingəçevirə qayıdıb Bakıdan. Bakıda ikən səfərdə idi. Hə, iftar etmişdi. Yəni oruç tutmamışdı. Və gündüz vaxtı qayıtdı Mingəçevirə. Və artıq o oruclu deyil. Yaxşı, onun üzərinə günün qalan hissəsini yeyib içə bilərmi, yoxsa özünü yeyib içməkdən saxlamalıdırmı? Və alimlər bu məsələdə iki qol üzərində ixtilaf ediblər. Birinci qism alimlər deyirlər ki, vacib deyil. Yəni yeyib içə bilər. Hansı ki, İmam Məlik, Şəfi və Əhməd, Əhməddən bir rivayətdir və həmçinin İbn Hüseyn rahimehullah bunu qeyd edir. Və İbn Hüseyn rahimehullah əvvəlki məsələdə olduğu kimi buyurur ki, yəni özünü yemək içməkdən saxlamasında heç bir dəlil yoxdur və yaxud da bunda fayda yoxdur, qəza edəcəksə. Və ikinci qism alimlər isə elm əhli deyir ki, tutması, yəni özünü yeməkdən saxlaması vacibdir. Özünü yeməkdən saxlaması vacibdir. Və bunu da Hənəfilər və Həmbəllərdən bir qism və bəzi Şafilər və müasir alimlərdən İbn Baz rahimehullah qeyd etmişdir. Lakin məsləhət budur ki, əgər zəruri ehtiyacın yemək içmək yoxdursa,
tutması daha məsləhətdir. Yəni yeməkdən uzaq olması daha məsləhətdir. Çünki bu şeylərdə əslində faydalar var. Bu şeylərdə əslində faydalar var. Yəni insanların yanında yeyib içməkdən uzaq olmaq və yaxud da ki Allahdan həya etmək və s. Yəni əgər bacarırsa yemək içməkdən, günün digər yarısı yemək içməkdən uzaq dursa yaxşıdır. Bəli. Və alimlər bir məsələni də qeyd edirlər ki, elm əhli buyurur ki, qardaşlar, rahat nəqliyyatla səfər edənə iftar etməsi icazəlidir yoxsa yox? Yəni bir insan rahat nəqliyyat, yəni heç bir çətinlik yoxdur insan üçün. Deyək ki, yəni elə bir nəqliyyatla vasitəsilə, maşınla və yaxud təyyarənin elə bir nəqliyyat vasitəsindən istifadə edir ki, səfərə getmək üçün çox rahatdır. Hər şey əlinin altındadır. Və bu rahatçılıqla insan yenə də mi iftar etməlidir? Yenə də mi Allah təala ona asanlıq qoyub? Şeyxülislam İbn Teymiyyə rahimehullah özünün Məcmu' Fətavasında çox gözəl bir məsələni izah edir və artıq bu məsələdə şübhəyə yer qoymur. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki: "Və yecuzul fitru lil-musafiri bi-ittifaqil a'immah bi-ittifaqil ummah, sawa'un kana qadiran ala-siyam aw acizan." Şeyxülislam buyurur ki, insana alimlərin, ümmətin ittifaqı ilə iftar etməsi icazəlidir. İstəyir o oruç tutmağa qadir olsun və yaxud da ondan aciz olsun. Və səvaun şaqqa alayhi-s-savmu aw lam yashq bihayth law kana musafiran fi-z-zill wal-ma'u wal-ma'i və ma'ahu man yuxdimuhu caza lahu-l-fitru wal-qasr. Şeyxülislam buyurur ki, rahimehullah, fikir verin. Deyir ki, hətta istəyir ona çətinlik olsun və yaxud da heç bir çətinlik olmasın, o insana iftar etməsi icazəlidir. Hətta, görün hansı məsələni qeyd edir. Hətta ləv kənə musafiran fiz-zilli. Hətta o vəl-ma'i, suyun və kölgənin altında, suyun və rahatçılığın, yəni dərəcəsinə baxın, suyun və kölgənin altında səfər etsə belə. Və ma'ahu men yuxdimuhu. Hətta ona xidmət eləsələr belə. Yanında onun xidmətçisi olsa belə, cəzə lehul fitru vəl-qasr. Ona namazlarını qısaltmaq və iftar etmək icazəlidir. Çünki Allah Taala'nın bu nə idi? Asanlığıdır, arkadaşlar. Ona görə də Allah Taala həqiqətən də quluna çox rəhimlidir, mərhəmətlidir. Və yuridu bikumul yusra və la yuridu bikumul usra. Allah sizə çətinlik yox, asanlıq istəyir. Bəli. Növbəti məsələ qoca, yaşlı kişi və yaşlı qadının oruç tutması. Yəni oruca gücü çatmayan yaşlı kişi və qadının oruç tutması məsələsi. Və Allah Subhanahu wa Taala Quran-ı Kərimdə Bəqara surəsinin 184-cü ayəsində buyurur ki: "Və aləl-ləzīne yutiqunahu fidyetun ta'amu miskin." Yəni o gücü çatmayan insanlara gəlincə isə, yəni burada bəzi alimlər ixtilaf edirlər bu ayənin təfsiri barəsində. Yəni buradakı söhbət kimdən gedir? Və bəzi alimlər deyirlər ki, bu ayə nəsx olunub. Yəni hökmdən düşüb. Fəlyasum, yəni oruç tutsun ayəsi ilə hökmdən düşüb. Lakin İbn Abbas radiyallahu anh deyir ki, bu ayə mənsux deyil, yəni nəsx olunmayıb. Əksinə bu ayə qoca kişi və qadın, hansı ki onların gücü çatmır, onlar barəsində olan ayədir. Və onlar, yaşlı adamlar, orucu açır və hər gün üçün bir miskini yedizdirir. Və bu İbn Abbasdan bu məsələni Buxari rəvayət edibdir. Və həmçinin İbn Munzir rahimehullah icma nəql edir. Həmçinin İbn Hazm və İbn Abdülbər rahimehullah icma nəql edirlər ki, yəni nə edir? Oruca qadir olmayan qoca kişilər və qadınlar, yaşlı kişilər və qadınlar nə edirlər? İftar edirlər və hər gün üçün bir miskini yedizdirirlər. Bəli. Və hər gün üçün bir miskini yedizdirməsi də, yəni iftar etmələri məlum oldu. Hər gün üçün bir miskini yedizdirməsi də bunu cümhur alimlər bu cür qeyd edir. Necə ki, Hənəfilər, İmam Şah və Əhməd və həmçinin Cəssas rahimehullah icma nəql edir bu barədə. Və aləl-ləzīne yutiqunahu fidyetun ta'amu miskin. Və Abdurrazzaq və İbn Əbi Şeybə əsər nəql edirlər. Ənəs bin Məlikdən radiyallahu anhudan. Ənəs bin Məlik deyir ki, artıq qocaldıqda, yəni elə ki oruca gücü çatmadı Ənəs bin Məlikin, iftar edərdi, yəni orucunu açardı, oruç tutmazdı və hər gün üçün bir nəfəri yedizdirərdi. Bəli. Və indi bu oruc məsələsinin ən mühüm məsələlərdən, yəni gündəmdə olan məsələlərdən birini zikr edəcəyik inşallah. Yəni ümumi məsələ ondan gedir ki, kimlər orucu aça bilər, kimlər
iftar edə bilməz. Və bunlardan ən mühümlərindən biri də qardaşlar, hamilə qadın və süd verən ana. Yəni hamilə qadın və süd verən ana orucunu aça bilərmi, yoxsa orucunu aça bilməzmi? Elm əhli buyurur ki, hamilə və süd verən qadının iftar etməsi, yəni oruç tutmaması icazəlidir. İstər özü üçün narahat olsun, yəni özü üçün qorxur ki, birdən özünün səhhətindən isə xələl gələr. Və yaxud da ki, bətnində olan və yaxud da süd verdiyi uşaq üçün qorxsa belə. İkisindən biri. Ya özü üçün qorxur, narahatdır, ya da uşaq üçün qorxur, narahatdır. İki halda belə hamilə və süd verən qadınlara elm əhlinin ittifaqı ilə iftar etməsi, orucunu açması icazəlidir. Və Tirmizi və Nəsai və İbn Məcə Ənəs bin Məlik Əl-Kə'bidən rəvayət edirlər ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə dedi: İnnəllaha vədə anil musafiri şətras salati və anil musafiri vəl hamili vəl murudi'is savmə. Allah Teala müsafirdən namazı və deməli hamilə qadından, müsafirdən və süd verəndən isə orucu götürmüşdür. Süd verən qadın, müsafir və hamilə qadın. Bunlardan Allah Teala nə edib? Orucu götürüb. Bəli. Yəni burada heç bir ixtilaf yoxdur. Diqqətli olaq. Hamilə qadın və süd verən qadının orucunu saxlamasında, yəni iftar etməsində, oruç tutmamasında heç bir yəni işgal yoxdur. Orucu aça bilər. Alimlər ittifaq ediblər. Məsələ ondan ibarətdir ki, hamilə və süd verən qadının qəza edirmi yoxsa yox? Və qəza etdikdə bu qəzanın keyfiyyəti və bunun bir fidyəsi varmı yoxsa yox? Əsasən bunun üzərində ixtilaf edirlər qardaşlar. Hamilə və süd verən qadın və ya süd verən qadın özü üçün qorxsa, bəzi alimlər qeyd edir ki, qəza edirlər. Hansı ki, cümhur alimlər bu görüşdədirlər. İndi birazdan inşallah məsələnin gedişatını və racih olan görüşü də sizin üçün nəql edəcəm. İmam Əbu Hanifə, İmam Şafi və Əhməd, Həsən el-Basri, Ata bin Əbi Rabah, Dahhak, Nəxai, Zuhri, Əvza'i və s. alimlər bu görüşdədirlər ki, hamilə və ya süd verən qadın özü üçün qorxsa, yəni uşaq üçün yox, özünün sadəcə ziyan, ola bilsin ki, ziyan dəyəcək, oruç tutsa, zəifləyəcək, əldən düşəcək və buna əsasən əgər qadın orucunu pozarsa, qəza edir. Bu görüşdədirlər. Və həmçinin İbn Qudamə rahimehullah özünün Muğni əsərində deyir ki, bu barədə ixtilaf bilmirəm. Yəni ixtilaf bilmirəm ki, hamilə və süd verən qadın özü üçün qorxsa, tutmadığı günlərin əvəzində başqa günlərdə qəza etməlidir. Və dəlil olaraq Allah Resulü sallallahu aleyhi və səlləmin bu hədisini nəql edir ki, İnnəllaha vada anil musafiri şətras salah və anil musafiri vəl hamili vəl murdi'i as-savmə. Yəni bayaq zikr etdiyimiz hədis. Və İbn Battal rahimehullah ümmətin alimlərdəndir. Buxarinin şərhində Allah Resulü buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm 3 qismi birlikdə gətirir. Yəni müsafir, hamilə qadın və süd verən. Və bu 3 qismi eyni hökmdə, yəni bu 3 qismi zikr etdikdə qəsdi və muradı odur ki, bunlar üçü də eyni hökmdədirlər. Bunlar üçü də eyni hökmdədirlər. Yəni bunlardan oruc qalxıb. Oruclarını eləyə bilərlər, iftar edə bilərlər. Və İbn Qudamə rahimehullah deyir ki, yəni bu insanlar kimlərə qiyas olunurlar? Xəstə və deməli hamilə və süd verən qadınlar kimə qiyas olunur? Xəstələrə. Xəstələrə necə icazəlidirsə iftar etmək, elə də hamilə və ya süd verən qadınlara. Və burada zikr etdiyimiz əsas işgal ki var qardaşlar. Yəni məsələ qəzadan gedir. Bizə aydın oldu ki, barakallahu fikum, hamilə və süd verən qadın iftar edə bilər. Könül xoşluğu ilə rahat. Allah Teala onlara asanlıq verib. Tamam. Və buradakı əsas məsələ dediyimiz kimi nədən ibarətdir? Əsas məsələ ondan ibarətdir ki, bu insanlar qəza Ramazandan sonra əgər uşaq dünyaya gələrsə və yaxud da ki, süd vermə dayanarsa, o tutmadıqları orucu qəza etməlidirlər, yoxsa fidyə verməlidirlər. Fidyə nədir? Yəni hər gün qarşılığında bir miskini yedizdirmək. Məsələdə Şafilər və Həmbəlilər deyirlər ki, diqqətli olaq. Yəni məsələn izahıdır. Şafi və Həmbəlilər deyirlər ki, qəza edir, oruclarını tutmadığı oruclar qəza edir və fidyə verir. Əgər uşaq üçün qorxsa, bir ana, yəni orucluyken oruç tutub və
qorxur ki, birdən uşağına nəsə olar. Daha da məsələn dərinləşdirək inşallah. Ana əgər qorxursa və yaxud da süd verən anadır, qorxur ki, birdən uşağına südü kəsilər. Və bu qadın uşağı üçün qorxursa, həm qəzalarını tutmalıdır, tutmadığı oruçların, həmçinin fidyə verməlidir. Hər gün üçün bir nəfəri yedizdirməlidir. Bunu Şafilər və Həmbəllər qeyd edir. Yox, əgər öz nəfsi üçün qorxsa, ana qorxur ki, birdən özü hazırlaşar, yəni orucludur, zəifləyər, əldən düşər, özün başına nəsə gələr, uşaq üçün yox. Bu zaman isə deyirlər ki, sadəcə qəza tutur, fidyə vermir. Hənəfilər deyirlər ki, hər iki halda ana uşaq üçün də, öz üçün də narahatdırsa əgər nəsə olar və bu səbəbdən orucu tərk edibsə, sadəcə qəza oruçlarını tutur və fidyə vermir. İmam Məlik rahimehullah buyurur ki, İmam Məlik rahimehullah hamilə qadınla süd verəni ayırıb. İmam Məlik deyir ki, hamilə qadın qəza tutmalıdır, tutmadığı günləri, süd verən qadın isə həm qəza tutmalıdır, həm də fidyə verməlidir. Yəni hər gün üçün bir nəfəri yedizdirməlidir. Və məsələdə elə bir tərəf də var ki, qardaşlar, indi məsələnin o hissəsini də geniş izah edəcəm. Məsələdə elə bir tərəf də var ki, onlar, o alimlər deyirlər ki, qəzasız şəkildə fidyə verir sadəcə. Yəni hamilə qadın və yaxud da süd verən qadın əgər Ramazanda oruclarını buraxıblarsa, nə edirlər? Sadəcə hər gün üçün bir nəfəri yedizdirirlər və heç bir qəzada tutmurlar. Və İbn Abbasdan gələn əsərlər bu şeyi təsdiqləyir. Məsələn, Həsən el-Basri rahimehullah deyir ki, süd verən qadın uşaq üçün qorxarsa, iftar edir və fidyə verir. Lakin hamilə qadın özü üçün qorxarsa, iftar edir və fidyə verir. Yəni ikisini də eyni hökmdə zikirlədi. Yəni burada fərqli heç bir şey yoxdur. Süd verən qadın da, hamilə qadın da Həsən el-Basri rahimehullah deyir ki, iftar edirlər və fidyə verirlər. Qəza tutmurlar. İbrahim ən-Nəxai rahimehullah. İbrahim ən-Nəxai təbiinlərdəndir. Hər ikisi barəsində buyurur ki, hamilə və süd verən qadın əgər bir narahatçılıqdan qorxaraq iftar etsələr, o insanlar iftar edir və qəza edirlər. İftar edir və qəza edirlər. Yəni İbrahim ən-Nəxai bu görüşdədir. Və heç bir fidyəni də zikr etməyib. İbn Abbasdan gələn rəvayətlər isə bu cürdür ki, Abdurrazzaqın Musannəfində nəql olunur ki, lakin oradakı bəzi rəvayətlərdə ola bilsin ki, zəiflik olsun, lakin səhih əsərlər də mövcuddur. Hansı ki, İbn Abbas radiyallahu anhu deyir ki, hamilə və süd verən qadın iftar edir və deməli fidyə verir. Bəli. Və həmçinin bu rəvayətlər, qardaşlar, yəni hamilə və süd verən qadının iftar edib heç bir qəza tutmaması barəsində İbn Omar və İbn Abbasdan rəvayətlər Muhammed bin İbrahim İbn Ləbibədən zikr olunur. Hansı ki, Muhammed bin İbrahim İbn Ləbibə deyir ki, Abdullah bin Amr bin Osman məni bir gün İbn Omarın yanına göndərdi. Yəni İbn Omar bir rita kimdir? Abdullah bin Omar. Və mənə dedi ki, get Abdullah ibn Omardan soruş ki, hamilə qadın Ramazan boyunca əgər iftar etsə və yaxud da ümumiyyətlə neynəsin, nə etsin, bu barədə soruş. Və İbn Omar radiyallahu anh deyir ki, Abdullah ibn Omar həmin qadın, yəni hamilə qadın iftar edir və hər gün üçün bir nəfər yedizdirir. Və bu əsəri Abdurrazzaq özünün Musannəfində rəvayət edibdir. Və həmçinin İmam Daraqutninin səhih isnadla rəvayət etdiyi əsərdə buyurulur ki, Abdullah bin Omardan yoldaşı, yəni zövcəsi soruşur ki, hamilə olduğu halda nə etməsi barəsində soruşur. Və Abdullah bin Omar deyir ki, orucunu aç və fidyə ver və qəza etmə. Yəni oruclarının qəzasını tutma. Və həmçinin Nafi' İbn Omarın buyurur ki, Nafi' rahimehullah, İbn Omarın qızı Qureyşdən olan biri ilə evli idi. Yəni Qureyşdən olan bir kişi ilə evli idi. Və İbn Omarın qızı hamilə idi. Və Ramazanda elə şiddətli keçdi ki,
Ramazanda şiddətli şəkildə susamışdı. Və Abdullah ibn Omar əmr eləyir ki, orucunu açsın və hər gün üçün bir nəfəri yedizdirsin. Və heç bir qəza da zikr etməyib. Və bu əsəri də İmam Daraqutni səhih olaraq rəvayət edib. Və həmçinin başqa əsər. İbn Omardan soruşurlar, Abdullah ibn Omardan. Hamilə qadın uşağı üçün qorxarsa, oruclu halda uşağı üçün qorxarsa nə etməlidir? Abdullah ibn Omar deyir ki, orucunu açsın və fidyə versin. Və bu əsəri də İmam Şafi özünün müsnədində rəvayət edib. Və həmçinin İbn Abbasdan soruşurlar. Daraqutni bu məsələnin əsəri səhih olaraq nəql edir ki, İbn Abbasdan soruşurlar ki, hamilə və süd verən qadın nə etməlidir? İbn Abbas radiyallahu anh buyurur ki, iftar edir və qəza etməyir. Və həmçinin İmam Tabaraninin təfsirində qeyd olunur. İbn Abbasdan soruşurlar, qoca qadın və kişiyə olan ruxsət barəsində danışdıqdan sonra buyurur ki, hamilə və ya süd verən qadın iftar edir və fidyə verir. Yəni, orucunu açır və hər gün üçün bir miskini yedizdirir. Bəli. Həmçinin başqa bir rəvayətdə yenə İmam Tabar rahimehullah İbn Abbasdan gətirir ki, hamilə və ya süd verən qadın iftar edir və fidyə verir. Və başqa bir rəvayətdə, əsərdə yenə Tabar rahimehullah İbn Abbasdan gətirir ki, İbn Abbas radiyallahu anhuma bir gün qadın görür. Və deməli o qadını hamilə görür və məşəqqətli olduğunu görür. Və ona deyir ki, sən Allah subhanahu və taalanın və aləl-ləzīne yutiqunehu fidyetun ta'amu miskin. Yəni o gün gücü çatmayanlara fidyə versinlər. Yəni gücü çatmayanlar sinifinə daxilsən deyir və buyurur ki, sənə düşən fidyədir və qəza etmə. Fidyədir və qəza etmə. Və həmçinin Daraqutninin Sünənində yenə İbn Abbasdan gətirir ki, hamilə və süd verən qadınlar nə edir? İftar edir, qəza etmir və fidyə verir. Və başqa bir əsərdə Abdurrazzaq özünün Musannəfində rəvayət edir ki, Said ibn Cübeyr deyir ki, hamilə və ya süd verən qadın iftar edir və fidyə verir və qəza etmir. Oruclarının qəzasını etmir. Yəni, buradakı əsas məşəqqət nədən ibarətdir, qardaşlar? Baxın, bunlar hamısı Said ibn Cübeyr, İbn Abbas, Abdullah ibn Omar, yəni bunlar hamısı məruf fuqahalardılar, fiqh alimləridirlər. Yəni, bunların, baxın, məsələn, insan var ki, bəzən uşaqdır, 2 il ərzində ola bilsin ki, hətta ondan da çox ola bilər. Ana övladına süd versin. Yəni, bu 2 Ramazan keçirtmiş olur, təxmini olaraq. Yəni, bu 2 Ramazan necə tutacaq? Və yaxud da ki, hamilə qadın bu Ramazanda tuta bilmədi və bu hamiləlikdən sonra süd vermə dönəmi də var. Və 2 ildə ona süd versə, 3 ilin orucunu necə tutacaq? Və ona görə, Vallahu Teala ələm, bizim, yəni ümumiyyətlə, alimlərimizin, mühəddislərin də tərcih etdiyi görüş budur ki, hamilə və ya süd verən qadın Ramazan boyunca iftar edə bilər və Ramazandan sonra isə və yaxud da Ramazan ərzində qəza tutmur və hər gün üçün bir nəfəri yedizdirir. Və doğrusunu Allah bilir. Bu Allah Taala'nın bu ayəsinə əsasən və aləl-ləzīne yutiqunehu ta'amun fidyetun ta'amu miskin. Və kimlərin ki bu şeyə gücü çatmır, onlar üçün üzərinə düşən nədir? Hər gün bir miskini yedizdirmək fidyəsidir. Və doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.